350 minə Mərdəkan, Çaybazın və Şarma nömrə 1-ə yaxın bir məsafədə baxın, belə bir şəxsi özü üçün tikili bağ evi satışa çıxarıldı ki, evimiz 12 sotda tam mülkiyyət çıxarış, evimizin də sənədi qaydasındadır. Görürsünüz ki, həyət yanı sayəsində dekorativ ağacları, həmçinin hasarın kənar hissələrinə qədər, hər birində gördüyünüz qədəri dekorativ ağacları əkilibdir, hörmətli izləyicilər. Tam şəkildə şəxsi, ümumilikdə 4 otaq, paket dam örtüyü və evimiz çöl fasad hissəsində isə gördüyünüz qədəri qabançıq daşlarla həm dizayn verilib, həm də ki, demək olar ki, yəni, evi tam şəkildə örtülüb. Qiymətimiz 350 min manatdır. Bu da evimizin bağ sahəsi. Əsil, oksigenin bol olduğu bir ünvandır, hörmətli izləyicilər. Dənizədir, Mərdəkanın əsas yerləridir. Hər birinə çox yaxın və videodan da diqqət etdiyiniz qədəri sağı solu ancaq bağlı evlərdir. Qiymətimiz 350 min və bunu da qeyd edək ki, torpaq qiymətinə evimiz satışa çıxarıldı. 12 sot, hörmətli izləyicilər, və 7 sot yarımın tam şəkildə mülkiyyət çıxarışı var. Qalan hissə isə pay torpağı kimidir, amma öz hasarının daxilindədir. Yəni, deyək ki, əvvəlcədən məlumatınız olsun. Videonu çox da kesib uzatmağa ehtiyac yoxdur və suvarmaq üçün görürsünüz ki, həyətdə hər bir yerinə demək olar ki, quraşdırıblar ki, daşınaqla çəkməyə ehtiyac yoxdur. Buradan evimizin arxa hissəsindən eyvandan da keçdiyimiz mövcuddur. Bütün pəncərələr təbii ki, öz həyətinə baxır. Qazı, suyu, işığı hər biri qaydasında. Evimizin istiliyi kombidir. Belə bir əl damısı da var ki, evimizin arxa hissəsində yerləşir. Hörmətli izləyicilər, gördüyünüz qədəri. Ürəyiniz istəyən hər cür şəraiti yarada bilərsiniz burada da. Çünki bağ sahəsi də olduqca genişdir. Özü üçün bağ şəxsi tikili, hüzurlu, rahat bir yerdə mənim üçün ev olsun deyənlər bu videonu axıra qədər izləyin. Həm həyət yanı sahəsi, həm də yerləşdiyi mövqe çox ideal və əlverişli bir yerdə yerləşir və ayaq qoyulacaq hər bir yer gördüyünüz qədəri tam şəkildə döşəmə daşlarla təmir olunub. Baxın, həyətinə çox rahat şəkildə maşın daxil ola bilir və əlavə olaraq həyətdə qarajı, kombi otağı və həmçinin hamam sanuzeli mövcuddur. Belə əl bulağı da var. Qaraj hissəsində görsədək, sonra keçək evin daxilinə ki, video çox uzanmasın. Bir daha qeyd edilən bütün pəncərələr öz həyətinə baxır, şəxsi tikili. 2 maşın bəlkə də sığar. Bura isə hamam sanuzeli, tam şəkildə təmirlidir. Qiymət 350 min manat, hörmətli izləyicilər. Yəni, torpaq qiymətinə ev satılır və heç torpağın sotu belə eləmir. Halbuki Mərdəkanda bildiyiniz qədər 30-40 min arası dəyişir bir sot torpağın qiyməti. Evin önünə qədər asfaltdır. Ümumilikdə Mərdəkan qala yolu ilə məsafəsi isə cəmi 30 metr, 40 metr əsas yolla. Sağı solu sıx yaşayış. Evimiz yerdən kürsüdür. İndi isə keçək evimizin daxilində görsədək. Daxil olarkən belə bir İstəsəz qaldirof düzəldib, ayaqqabı falan da rahat şəkildə polkalar yığdırıb saxlaya bilərsiniz. Daxil olurkən sağ hissədə hamam sanuzel. Belə bir geniş qonaq otağı. Və hörmətli izləyicilər, evdə nə əşya görülürsə, hər bir əşyalar saxlanır, yəni heç nə çıxarılmır. Ümumilikdə evimiz 3 yataq, 1 qonaq, mətbəx, hamam sanuzel və eyvandan ibarətdir. Bu isə mətbəximiz. Qiymətdə çox cüzi qiymət endirimi olunacaq, çünki yenə qeyd edirəm, 350 minə bu ərazilərdə qeyri-mümkündür ki, 12 sotun daxilində bağ ev alasınız, hörmətli izləyicilər, və gördüyünüz qədər ki, 10-15 ildən artıqdır ki, bu ev hazır tikilibdir. Yəni, həyətdə müxtəlif həm dekorativ ağaclar, həm bar verən ağaclar mövcuddur, gördüyünüz qədər videodan. Bu, digər yataq otağı, yəni belə deyim, 3-cü yataq otağı, daha doğrusu 2-ci. İndi isə sonuncu 3-cü yataq otağını da göstərək. Eyvan hissəsi, həmçinin buradan evimizin arxasında çıxış
mümkündür, yəni bağ hissəsinə. Qiymətimizi bir daha qeyd edirik, hörmətli izləyicilər. 350.000 manat şəxsi tikili Mərdəkanda 12 sot torpaq sahəsində 7 sot yarım tam şəkildə mülkiyyət çıxarışı var. Ev də həmin torpağın üzərinə düşür, yəni evin də kupçası hal-hazırda vardır. Qiymətimiz 350.000, real hazırda ev sahibi tərəfindən çox cüzi qiymət endirimi olunacaq. Siz də evinizi torpağa satmaq istəsəniz, səhifədə qeyd olunan nömrənin əlaqə saxlayın. Ətraflı məlumat və mənzillərə baxış üçün əlaqə saxlayın.